Bugün Qobustan rayonunda Qobustan rayon Mədəniyyət Mərkəzi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş 44 günün qəhrəmanları adlı tədbir keçirilib. Tədbir Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon Təklə kəndində Rəşid Beyputov adına Uşaq İncəsənət Məktəbinin dəstəyi ilə baş tutub. Tədbirdə Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, şəhid və qazi ailələri, Qobustan şəhər Rəşid Beyputov adına Uşaq İncəsənət Məktəbinin tarix ixtisası müəllimi, şəhid Rauf Əliyevin anası Səbinə Əliyeva və digər qonaqlar iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində məktəblərin hazırladığı sərgi ilə tanış olublar. Tədbirin rəsmi hissəsi Azərbaycan dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinə bir dəqiqəlik sükutla başlandı. Ardınca tədbir iştirakçıları çıxış edərək müharibə dövründə canlarını fəda edən qəhrəmanlarımızın xatirəsini yaşatmaq və bu müqəddəs mübarizənin gələcək nəsillərə doğru şəkildə ötürülməsi mövzusunda fikirlərini bölüşdülər. Tədbirin ən önəmli məqamlarından biri də Rəşid Beyputov adına Uşaq İncəsənət Məktəbinin şagirdləri tərəfindən təqdim edilən xüsusi şeir və mahnılardan ibarət bədii proqram idi. Məktəblilərin ifasında 44 günün qəhrəmanları adlı şeir və mahnılar tədbirə qatılan hər kəsi duyğulandırdı və Vətən müharibəsindəki qəhrəmanlıqları bir daha anlamağa sövq etdi. Tədbirin sonunda Rəşid Beyputov adına Uşaq İncəsənət Məktəbinin direktoru Cavidan Nəbiyev və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Şəhriyar Soltan bütün iştirakçılara öz təbriklərini çatdırıb. Onlar çıxışlarında Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin və qazilərimizin ailələrinə dərin təşəkkürlərini bildirərək belə tədbirlərin xalqımızın qəhrəmanlıq tarixini unutturmamaq üçün əhəmiyyətini vurğulayıblar. Tədbirin əsas məqsədi 44 günlük Vətən müharibəsi zamanı canlarını fəda edən qəhrəmanlarımızın xatirəsini yaşatmaq, onların göstərdikləri fədakarlığı gələcək nəsillərə ötürmək və bu mübarizənin ruhunu qorumaq idi. Tədbir həmçinin vətənə və torpağa bağlılıq, milli birliyi və əzmkarlığı təbliğ edən bir tədbir olaraq yadda qaldı. Və bu tədbirdə mən öz böyük təəssüratlarımı bildirmək istəyirəm. Çox gözəl tədbir keçirildi. Bu tədbirdən böyük zövq aldıq. Mən təşəkkür edirəm tədbirin təşkilatçılarına. Elvin Qudrətov, Rafiq Həsənov, Fərid Niftullayev, Bugün informasiya proqramı üçün.